Deyirlər ki, məzhəb lazım deyil, ancaq biz hədislərlə, əsərlərlə, sahiblər dediyi sözlərlə ancaq onunla oturub duracaq. Heç bir fiqh kitabı oxuma, minlərlə hədislər var. Mən necə gəlmə onları axtarım? Hamımızın, hər bir insanın sözü rədd oluna bilər. Selamun Aleyküm və Rahmetullah. Aleyküm. Sual verilir ki, 4 məzhəbdən birinə tabe olmaq mütləq vacibdirmi? Elhamdülillah. Əvvəla başa düşməliyik ki, məzhəb, bu 4 məzhəblə nədir əslində İslamda? Başa düşməliyik. Sonra da suala cavab aydın olacaq. Məzhəblər, qardaşlar, İslamda bu 4 məzhəb, yəni fiqh məzhəblərdən söhbət gedir, əqidə məzhəblərdən yox. Məzhəblər əslində məktəb deməkdir. Yəni məktəblər. Biz onu müasir gündə məktəblərlə, universitetlərlə müqayisə edə bilərik. Və bugün məsələn, adi götürək məsələn riyaziyyat elmi. Riyaziyyat elmi Rus məktəblərdə də keçirlər. Rusiyyətdə məsələn, onlarda o vaxt deyirlər, Sovet yanaşması var idi. Onların öz üslubu var idi riyaziyyatı keçmək. Avropada öz üslub var. Amerikada başqa cür keçirlər. Kim riyaziyyatı oxuyub bilir bu müxtəlif ölkələrdə. Ola bilsin, Şərqdə başqa cür, Çində başqa cür keçsinlər. Lakin məqsəd nədir? Məqsəd eynidir. Riyaziyyatı başa düşmək, saymaq, müəyyən bir cədvəllər düzəltmək və s. Yəni məqsəd rəqəmlərlə işləməkdir. Müəyyən bir nəticəyə gəlməkdir. Ola bilsin, sən bu nəticəyə müxtəlif yolla gələsən, amma nəticəyə gəlirsən. Məzhəblər də qardaşlar, onların bir elmi var ki, hansı ki, onun üzərində qurulur. Yəni şəriət elmi, fiqh, yəni İslam hüququ. Lakin yanaşmalar müxtəlif olur. Hər məzhəbdə müxtəlif yanaşmalar olur. Lakin məqsəd eynidir. Hamısının məqsədi, məsələn, öyrətmək, dəstəmazın şərtləri nədir, dəstəmaz necə almaq, namazı necə qılmaq və məsələn, namazı nə pozur, dəstəmaz nə pozur. Eyni şeydir, lakin yanaşmalar müxtəlif idi. Terminlər müxtəlif idi. Misal üçün, məsələn, Hənəfi məzhəbində götürsək, onlarda məsələn, fardla vacibi ayrılır. Məsələn, bu onlarda istilahlarda fərqdir. İstilahlar da fərqlənir bu müxtəlif məsələ. Lakin nəticə etibarilə məqsəd insanlar üçün şəriəti asanlaşdırmaq, öyrətmək. Ona görə heç bir bu alimlərdən, bu 4 məzhəbi imamlarını götürsək, Abu Hanifə, Şafi, Malik, Əhməd, heç bir məzhəbi demirdi ki, mən məzhəbi açıram, qardaşlar. Mənim bugündən sonra o məzhəbim olacaq. Siz gəlin mənim məzhəbimlə gedin. Olmayıb. Bunlar hamısı böyük alimlər olurlar. Hamısını da şəriəti keçiblər insanlar üçün və çoxlu tələbələr olur. Və bunlar kimi alimlər çox olublar. Məsələn, Sufyan əs-Sawri, Sufyan ibn Uyeynə, İshaq, İbn Rahawey. Alimlər çox olublar. Hansı ki, özləri əslində elə, yəni Leys məsələn, özləri elə bu səviyyədə olan alimlər idi. Ona görə İmam Malik rahimehullah, daha doğrusu Şafi, İmam Malikin yanında dərs alırdı. Sonra bu da mühüm bir şeydir ki, onlar çoxu bir-birindən dərs alıblar. Məsələn, Şafi Malikdən dərs alıb, Əhməd Şafiyədən dərs alıb. Məsələn, İmam Şafi deyir ki, mən Məlikin yanında dərs aldım Mədnədə. Sonra Misrə gəldim, Leyslə görüşdüm. Leyslə dərs aldım. Gördüm ki, Leys onun güclüdür. Sadəcə Leysin məzhəbini tələbələr qorumadılar. Ona görə hansı bir məzhəbi bugün gəlib bizə çatmağın, onun əsas əməyi tələbələr olur, o alimlər olmur. Tələbələr öz müəllimin o fetvaları, onun o şərhlərini qoruyublar, saxlayırlar, bir-birinə ötürürdülər. Amma deyir ki, İmam Şafi deyir, Leysin tələbələri zəif idilər. Onun o elmi saxlamadılar. Görürsünüz, yəni o alimlər çox olublar. Sadəcə bu 4 alim və onların ola bilər ki, belə deyək, yolu məktəbi məşhurlaşıb, bir çox ölkələrdə yayılıb, uzun illərlə, əsrlər boyu məhkəmələrdə yəni tətbiq olunub, məhkəmə işlərində və s. Ona görə daha çox, belə deyək, yayılıb müxtəlif ölkələrdə. Burada əsas nə bilmək lazımdır, qardaşlar? Məzhəb, dini özü din deyil, dini asanlaşdırmaq üçün gəlib. Yəni, bu alimlərin məqsədi nə olur? Sizin üçün, bizim üçün dini asanlaşdırsın. Çünki sən məsələn mənə deyirən ki, Ramin, get məsələn, mən heç bir fiqh kitabı oxuma, get
hədislərdən tap ki, dəstəmaz nə pozur. Çox çətin olacaq. Minlərlə hədislər var. Mən necə gəlmə onları axtarım? Lakin alim sənin üçün artıq bütün bu hədisləri öyrənir. Oradan yığır sənin üçün fiqh kitabına, öz fiqh kitabında yazır ki, qardaş, bax, məsələn, dəstəmazı 6 dənə şey pozur. Deyir, nə pozur? Altında da hədis verir. Asanlaşdırır sənin üçün. O da məzhəbin məqsəd asanlaşdırmaqdır. Öyrənmək və həmçinin fiqhi öyrənməkdir. Sən özün fiqhi heç vaxt hədis kitablarından ya Quran-Kərimini öyrənə bilmərsən. Sən gərək hansı bir bu kitablardan faydalanasan. Ona görə məzhəb ilə fiqhi öyrənmək heç vaxt qadağan olmur. Əksinə, ən əfsəl yoldur. Ən əfsəl yol hansı bir məzhəbi götürmək, onunla fiqhi öyrənmək. Ona görə bu məsələni biz inkar eləmirik. Əksinə, bu ən asan yoldur fiqhi öyrənmək üçün. Hansı bir məzhəbdə kitabı götürmək, alimlər nə deyiblər? Deyiblər ki, baxın, sizin ölkənizdə hansı məzhəb yayılıb, o məzhəbdən götürün kitablar var da fiqhi, öyrənin məzhəbi. Əlhamdülillah. Ona görə məzhəb məsələsində belə məzhəbi öyrənmək, belə yanaşmaq heç bir problem yoxdur. Lakin burada həmçinin də bilmək lazımdır. Məzhəb alimləri, bu həmin məzhəb alimləri ümumən eyni əqidədə olublar. Çox adam elə bilir ki, bunlar yəni müxtəlif əqidə yox, eyni əqidədə olublar. Ümumən, xüsusən Şafi, Malik, Ahmad bir-birindən faydalanıblar. Hamısı əqidə kitabları yazıb, ya əqidə sözləri var. Heç birində bir-birinə ziddiyyət olmur. Ona görə bir-birinə də heç vaxt deməyiblər ki, sən məsələn bu fiqhdə bu məsələni götürmüsən, sən zəlalət əhlisən. Yox, bir-birini başa düşüblər. Hətta bəzilərdən, məsələn, Malikdə rivayət olunub ki, xəlifə istəyib onun məzhəbini, yəni onun rəylərini qanun kimi eləsin dövlətdə, Abbasi xilafətdə. O onu inkar edir. Dedi, mən istəmirəm. Hətta deyil, buna görə zindana düşdü. Ki, nəyə görə? İstəmədi ki, onun məzhəbi, onun rəyi məcbur olunsun. Dedi ki, çünki bu mənim rəyimdir. Mən deyir, bugün bir şey deyirəm, sabah başqa bir hədis tapıram, değişdirim rəyimi. Ya bir hansı hadisə ilə rastlaşıram, değişdirim rəyimi. Ona görə hamısından, onlar o məzhəb alimlərdən hamısından gəlib, o söz nəql olunub, bizə çatıb. Deyir ki, İzə sahhəl hədis və o məzhəbi. Yəni, hədis səhiddirsə, o mənim məzhəbimdir. Və ona görə görmərsən ki, onlar, məsələn, değişdirib əqidələr. Yox, bir əqidədə olur. Lakin məzhəblər çox vaxt değişib. Məsələn, bir məzhəbdə alim olub, sonra değişib. Məsələn, İmam Tahavi, Rahimullah, Şafii olub. Muzaninin, çünki yaxın qovmu olub, dayısı olub, səhvləməsə Muzanin onun. Muzanin də Şafiinin yaxın tələbəsi olub. Fikirlər onlar bir-birinə faydalanıblar. Amma sonra Hənəfi alimlərin kitablarını oxuyub, keçib olub Hənəfi. Lakin, baxın, İmam Muzani Rahimullah Şərh-ü Sünnə kitabı yazıb, əqidə kitabı. Əhl-i Sünnə əqidəsidir. İmam Tahavi də öz əqidəsini yazıb. Biz deyirik, əqid Tahavi əqidəsi. Eyni əqidədə fərq yoxdur. Lakin məzhəbdə fərq ola bilər. Ona görə məzhəb öyrənmək, məzhəblə getmək problem yoxdur. Lakin burada 3 dənə əsas problem var məzhəb yanaşmada. İfratla təfrid. 3 dənə. Birinci problem, birinci səhv yanaşma. Sən məzhəbi bərabər eləyirsən sünnə ilə, Quranla və ya hədislə. Yəni deyirsən ki, ya bu məzhəblə gedəcəksən, ya da sən zəlalət əhlisən. Və yaxud da mütləq hansı bir məzhəbə getməlisən. O məzhəbdən çıxmaq olmaz. Çıxdınsa zəlalət əhlisən. Sözsüz ki, bu özü zəlalətdir. Çünki yaxşı bir sual veririk. Abu Hanifədən qabaq. Abu Hanifə Rahimullah səhvləmiz 80-cı ildə doğulub hicrətlə. Bundan qabaq nə qədər sahabilər olub? Yaxşı, onlar hansı məzhəbinə gediblər? Hansı məzhəbinə gediblər? Və nə qədər alimlər olub, hədis alimlər xüsusən, onlar məzhəbləri olmuyor. Məsələn, Buxari kimi. Heç bir məzhəb, çünki onlar özləri məzhəb alimi səviyyəsində alimlər olublar. Onlara ehtiyac yox idi, kimsə onlara kömək eləsin. Bilsin, dəstəmazı nə pozur və yaxud da məsələn, namazı nə pozur. Nə qədər alimlər olub və tabinlər olub. Yaxşı, onların da məzhəbi olub. Onlar ondan hansı yolda olublar? Yəni, bu əslində nədir? Bu əslində ifratdır. Bu fanatizmdir. Və bu fanatizm gəlir onu aparır ki, əslində tarixdə də belə olub. Dediyimiz kimi ilk öncə, əvvəl bu məzhəblər bir-birinə normal baxırdılar. Bu elmi məktəblər idi. Ədavət yox idi. Lakin gəldi o vaxt ki, elm zəiflədi, bu yəni fanatizm əmələ gəldi insanlarda. O dərəcəyə gəldi, çatdıq, hətta bir-birinin dalınca namaz qoymurdular qılmağa. Hətta evlənməyə. Deyildi, məsələn, Şafii Hənəfi olur, ya Hanbəlini ala bilməz. O dərəcə təsəvvür edir.
Ondan əlavə çox adam onu bilmir. Məsələn, hətta bu əsrdə, yəni keçən əsrdə, əsrəcən, yəni 20-ci əsrin əvvəlinəcən Peyğəmbər Məkkədə, Haramda 4 dənə namaz qılırdılar. Bir namaz qılmırdılar. Hər 4 dənə məzhəb imamı var idi. Əvvəl qılırdı Hənəfilər, sonra qılırdı Məliklər, sonra qılırdı Şafilər, sonra qılırdı Həmbəlilər. Qılmırdılar. Ta bu indi müasir Səudi dövləti yaranandan sonra o dedilər ki, yox, bir dənə imam olacaq. Bir dənə imamın dalında qılacaqsın. İndi də əlhamdülillah görürsüz, necə birlik var, gözəllik var. Hamısı bir imamın dalında qılır. Lakin indiyəcən bəzi müsəlman ölkələrində indiyəcən bir məsciddə məsələn qoyurlar 2 dənə mihrab. Hə, burada Hənəfilər qılır, burada Şafi, bir-birinin dalınca qılmır namaz. Yəni bu sözsüz ki, bütün bu imamların təlimlərinə, onların məzhəblərinə ziddir. Onlar bunu keçmirdilər, buna çağırmırdılar. Bu nədir? Bu artıq ifratdır. İkinci, burada səhv yanaşma, belə deyək, təfrid. Bəzi müsəlmanlar deyirlər ki, məzhəb vəbşi olmaz. Olmamalıdır məzhəb. Məzhəbi inkar edirlər. Deyirlər ki, məzhəb lazım deyil, ancaq biz hədislərlə və əsərlərlə, sahiblər dediyi sözlərlə ancaq onlar oturub duracaq. Bu başqa zəlalətdir. Çünki sən məzhəbsiz dediyimiz kimi doğru fikri öyrənə bilməyəcəksən, çətin olacaq sənə. Bu başqa. Və üçüncü də yanlış yanaşma məzhəblərlə bağlı. O vaxt ki, sən məzhəblərdə olan rəyi deməli, bazarda və yaxud da supermarketdə olan mallara bənzədirsən. Yəni, deyirsən ki, mən deyəm, nəsə eləmək istəyirəmsə, bir dənə seçim hansı mənə rahatdır. Bax, bu məzhəbdə nə var, bu nə məzhəbdə nə var, bu rəy nədir? Bu asandır, bunu seçirəm. Bu da səhvdir. Belə yanaşma olmaz. Sən gərək hansı bir rəyi götürürsənsə, sən gərək o rəyə dəlillə baxasan. Fərqi yox, hansı məzhəb olursa olsun. Və etiqad eləməlisən ki, bu Allahdandır. Sən bunu ən doğru rəyə götürməlisən. Belə etmə. Lakin belə hansı seçirəm, bu sözsüz ki, insanın nəfsinə uymaqdır. Nəfsinə uymaqdır. Ona görə məzhəblərdə müsəlman məzhəblə gedə bilər. Burada problem yoxdur. Məzhəb xüsusən elmi öyrənəndə, başqa cür əksinə fiqhi onu öyrənmək çətin olacaq. Lakin hansı bir məzhəblə gedirsə, əsas odur ki, orada təfrit olmuşsun. Yəni, başqa bir, deyəndə ki, onun hədis var, səhih hədis var, deməsin ki, yox, mən səhih hədisi qoyuram qırağa, mən götürürəm məzhəbi. Ona görə Şeyx Albani Rahimullah bir gözəl sözü var. Məsələn, deyirik ki, Şeyx Albani məzhəbləri inkar edir. Yox, Şeyx Albani gözəl sözü var. Deyir ki, biz məzhəbləri inkar eləmirik. Lakin biz inkar edirik məzhəbi sünnə ilə bərabər eləməklə. Onu biz inkar edirik. Ki, sənə hədis gətirəndə sən desən, yox, filan alim dedi, mən onu götürürəm. Çünki hətta biləsiniz, belə əlavə məlumat üçün, hətta o məzhəblər özündə bir məzhəbdə nə qədər rəylər var. Fikirləşməyin ki, məsələn, Hənəfi məzhəbi orada ancaq bir rəylərdir. Yox, məzhəbin içində nə qədər ixtilaflar var. Hələ Abu Hanifa'nın 2 dənə yaxın tələbələr olub, Abu Yusuf, Muhammed Hasan Şeybani. Onlar nə qədər şey var ki, onlar müxalif olub Abu Hanifa özünə. Amma fikir verin, Abu Hanifa demirsiniz, buna görə zəlalət əhli olursunuz. Və yaxud da bir-birini belə zəlalətdə ittiham eləmirdilər. Çünki başa düşürdülər ki, burada, yəni belə deyək, fikir azadlığı var. Fiqhdə xüsusən, fiqhdə fikir azadlığı var. O fikir azadlığı qarşı getmək olmaz. Yoxsa ona qarşı getsən cumud yaradır. Yəni nə? Artıq olursan fanat. Yəni sən fikirləşə bilməzsən. O düzgün deyil. Düzdür, o yerdə ki, açıq aydın hədis var, açıq aydın ayə var. Məsələn, içki haramdır. Heç kim deyə bilməz ki, iştiqad edilməz, deyə bilməz ki, içki olar içmək. Lakin belə məsələlər var ki, onlar məntiqlə ölçülür. Bir alim görürsən ki, burada bu hədisi oxşadır bu məsələni, yoxsa o alim o birisi hədisi oxşadır məsələni. Bu məsələdə fikir azadlığı olmalıdır. Əsas odur ki, dəlillərin üzərində getsin insan, qaydalar üzərində getsin və burada heç bir problem yoxdur. Yəni, belə məzhəblər öyrənmək və belə məzhəblərlə getmək. Allah da yaxşı. Bəs bizim bu məzhəb alimləri arasında olan, misal üçün, fikir ayrılığında və yaxud da onların etdiyi xətalarda yanaşmamız necə olmalıdır müəllim? Və yaxud da, misal üçün, hər hansısa bir alimin fikri, rəyi hədisə ziddir. Ola bilər belə şey. Ona ki, İmam Malik Rahimullah özü o məzhəblərdən biri, banisi belə deyək. İmam Malik Rahimullah buna belə bir şey deyəndə dedi. Bilirsiniz ki, İmam Malik Mədinə əhli olub, Mədinədə dərs deyib, Peyğəmbər sallallahu məscidində dərs deyib. O dedi ki, bilin, hamımızın, hər bir insanın sözü rədd oluna bilər. Bir dənə bu qəbr sahibidən başqa və Peyğəmbər sallallahu qəbrini görsətdi. Yəni o onu deməkdir ki, hər bir alim səhv edə bilər.
Hətta bəzi alimlər deyiblər ki, belə alim tapmarsan ki, heç vaxt səhv eləmir. Və deyirlər ki, bu da Peyğəmbərin sallallahu aleyhi və səlləm möcüzəsidir. Çünki Allah subhanahu wa ta'ala ismə, yəni günahsız, səhvsiz ancaq özüdür. Və onu Peyğəmbəri, çünki Allah da Peyğəmbəri qoruyur. Hətta Peyğəmbər sallallahu nəsə səhv edən Allah onu düzəldir. Ümumən Peyğəmbər sallallahu dəvətdə səhvsizdir. Lakin başqa insanlar Peyğəmbər deyil. Nə dərəcə alim olursa olsun, hansı alim olursa olsun, onda səhv tapa bilərsən. Bu təbiidir. Ona görə bizim yanaşmamız necə olmalıdır? Biz alimləri müqəddəs etməməliyik. Aydındır. Biz alimlərə hörmət edirik və başa düşürük bu insandır. Səhv eləyə bilər. Səhv eləyəndə səhvi qəbul eləmirik, lakin hörmətli saxlayırıq. Belə olmalı bizim yanaşmamız. Allah razı olsun.